NATO üzvü olan bəzi ölkələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün qüvvələrini birləşdirir. 22 ölkədən ibarət qrup tədbirlər planı hazırlayırlar və bura NATO üzvü olmayan ölkələr də daxildir. İndi təfərrüatlı məlumatı hazırda Brüsseldən bizimlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Elzar Ağayevdən öyrənəcək. Hər vaxtınız xeyir olsun Elzar. Ümumilikdə Avropada bu enerji məsələləri ilə bağlı vəziyyət necədir? Buyurun. Salam, hər vaxtınız xeyir. Bəli, NATO baş katibinin müsahibəsi çox böyük maraqla qarşılandı. Faktiki olaraq bu NATO'nun Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində aktiv şəkildə iştirakı anlamına gəlir. Mark Rüttenin sözlərinə görə bu plan 22 dövlətə aiddir. Əksəriyyəti NATO üzvü olan ölkələrdir. Amma eyni zamanda bölgənin iki dövləti, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də bu planın bir parçasıdır. Bundan əlavə Hörmüz boğazında iqtisadi maraqları olan uzaq ölkələr, Avstraliya, Cənubi Koreya, Yaponiya da bu planın bir parçası olacaq. Konkret olaraq bölgəyə hərbi kontingent mi göndəriləcək, hərbi gəmilər mi göndəriləcək, quru qoşunlar mı göndəriləcək? Hələlik bu bilinmir. Mark Rutte bəyan edib ki, hələlik bunun üzərində iş gedir və onu da əlavə edib ki, bu məsələ Amerika Birləşmiş Ştatları ilə intensiv şəkildə koordinasiyalı formada həyata keçiriləcək. Bir daha diqqətinizə çatdırım ki, əslində Avropa İttifaqı və Avropa İttifaqının ayrı-ayrı ölkələri Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üçün hərbi kontingent göndərmək fikrində deyirlər, amma digər tərəfdən də NATO'ya üzv olan ölkələrin bir qismi əgər Mark Ruttenin haqqında danışdığı bu planda iştirak edəcəksə, faktiki olaraq onda Avropa İttifaqının da ölkələrinin bu Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirakı anlamına gələcək. Amma ümumən həm ittifaq olaraq, ittifaq səviyyəsində, həm də ayrı-ayrı ölkələr səviyyəsində Avropa hələlik bəzi siyasi ekspertlərin dili ilə desək, xəstəliyin özü ilə deyil, onun simptomları ilə mübarizə aparmaqda qərarlıdır. Yəni, yaxın şərqdəki münaqişənin enerji bazarlarında yaratdığı yüksək qiymətlərə qarşı mübarizə aparmaq niyyətindədirlər. Baxmayaraq ki, ittifaq səviyyəsində hələlik bu istiqamətdə konkret plan irəli sürülməyib, amma ayrı-ayrı Avropa İttifaqı ölkələri artıq bir-birinə oxşar planlar üzərində işləyirlər, yüksək enerji qiymətlərini müəyyən həddə saxlamaq istiqamətində. Bundan əlavə, eyni zamanda bildiyiniz kimi, Beynəlxalq Enerji Agentliyi də dünya bazarında neftin qiymətini sabit saxlamaq üçün 400 milyon barel əlavə neftin, ehtiyat neftin bazara çıxarılması haqqında qərar qəbul etmişdir və bax, bu çərçivədə İspaniyada öz nəzarətində olan 11,5 milyon barel nefti dünya bazarına çıxaracaq. Sonda İspaniya ilə bağlı bir maraqlı detalı da diqqətinizə çatdırım və ondan sonra artıq yekunlaşdıraq. Mən artıq qeyd etdim ki, İspaniya yaxın şərqdəki münaqişə səbəbindən yanacağın ən çox bahalaşdığı Avropa ölkəsi. Bir daha xatırladım ki, burada müharibə başlayandan dizel və benzin yanacağı 34,3% bahalaşıb. Amma digər tərəfdən də İspaniya müharibə səbəbindən elektrik enerjisinin ən az bahalaşdığı Avropa ölkəsidir. Yəni, müharibə demək olar ki, elektrik enerjisinin qiymətinə İspaniyada təsir edib və yaxud da çox cüzi təsir edib. Müqayisə üçün qeyd edim ki, Almaniyada hazırda 1 megawatt saat enerjinin qiyməti 113 avro olduğu halda, İtaliyada 141 avro olduğu halda, İspaniyada bu rəqəm 37-57 avro arasında dəyişir. Bunun da tək və yeganə səbəbi ondan ibarətdir ki, İspaniyada istehlak olunan elektrik enerjisinin 60%-dən çoxu bərpa olunan enerjinin payına düşür. Bu həm də onu göstərir ki, nəyə görə Avropa İttifaqı çox sürətlə bərpa olunan enerjiyə keçməyə can atır. Brüsseldən hələlik bu qədər, söz sizdə. Elzar, təşəkkür edirik ətraflı məlumat üçün. Hörmətli tamaşaçılar, Brüsseldən müxbirimiz Elzar Ağayev Avropada enerji məsələləri bağlı ümumi vəziyyəti şərh elədi.